2020-ci ilin əziz dostlar, Mercedes GLB 250 çıxır auksyona. Gördüyünüz kimi əziz dostlar, əziz ağalar, maşının ön hissəsində ciddi bir təsadüf yoxdur. Bir dənə bu logo lazım olacaq. Sağında maşının təsadüfi yoxdur. Kağız yoxdur üstündə. Maşın proqramlı məlumat verə bilmirəm. Böyük sunrufu var maşının. Maşının təsadüfi arxa hissəsindədir. Gördüyünüz kimi əziz dostlar, belə bir yüngül təsadüfi var. Bunu təmir etdirmək olar, istəyək onu dəyişmək olar. Bir dənə aşağı bu nikel dəyişiləcək. Qara plasmasda qırılıbdır. Buradan göstərim sizə, bunu təmir etdirmək. Əgər qırıqları varsa təmir olunacaq. Və soluna maşının heç bir təsadüfi yoxdur. 4 qapısında açarsız daxil olma, kör nöqtənin sensoru var. Qara dəri oturacaqlar. Oturacaqların elektron idarə olunması, yaddaş paketinin və istilməsi var. LED priboru monitoru var. Dostlar, böyük sunrufu var. Maşında heç bir ayrı açılmayıbdır. Gördüyünüz kimi çox gözəl və sərgəli maşının interyeri var. Bu maşının vini baxa bilərsiniz. 2020-dir. Kim istəsə maşın haqqında ətraflı məlumat almaq bizimlə əlaqə saxlasın. Auksion zamanı təm ətraflı məlumatını verə bilərik sizə.